Papa pozitive bak, papa pozitiv ol. Sen elence aktarırsan, sen ele bizim adamsan. Azad Aytaşın anı. Dükkanda, ne yenir dükkanda? Papa pozitiv. Aytaçın cibimdədir, görəsən. O qədər balacadır ki, Aytaçın ana, Aytaçın. Aytaçın. Ay Aytaçın. Bizim adamsan. Papa pozitive bak, papa pozitiv ol. Sen elence aktarışında evde yatar ki. Aytaçın buradasan. Köməli vardı. Verilişizler. Kuku. Aytaçın. Necəsən? Yaxşısan? Yəni gəlirəm yan bax. Elə bizim adamsan. Bax bu yaşıl şalvar məncə sənə yaxşı yaraşar. Bax əynində də var. Məsələn, bax görürsən rəngarəng geyməyi sevirsən. Bax təsəvvür elə bu bax belə tip bir mayka ilə bu super olardı. Elə mən gəlmişəm ki, alış-veriş edeyim. Əgər sən imkan versəydin, nə olar? Mən rahat burax, mən alış-verişimi edeyim. Əzizim, alış-veriş eləməyə vaxtımız olacaq. Mən təsadüfi gəlməmişəm, Ramin. Mən qonağımıza zəng elədim. Dedi ki, mən bəs ticarət mərkəzində alış-verişdə olacağam. Ona görə də gəldim ki, fürsətdən istifadə edeyim, onu tapanacam. Mən də özümə nələrəsə baxım. Hə, deməli belə. Onda biz nə edirik? Elə gəl, ikimiz bərabər, Aytəkin və mən, Ramin, bərabər çıxıb indi qonağımızı axtaracağıq. Qonağımızla da artıq siz anonslardan tanışsınız. Bəli, qonağımız kimdir? Qonağımız məşhur rəqqasə Aksana xanımdır. Və hörmətli tamaşaçılar, elə sizlə salamlaşaq. Biz bu günləri qonağımızla bir yerdə, ticarət mərkəzində, əyləncə məkanlarında olacağıq. Pozitivi sizə də saçacağıq. Yəni biz həm qonağımıza pozitiv enerji verəcəyik, həm də siz tamaşaçılara pozitiv enerjini çalışacağıq ki, ötürək. Həqiqətən ötürə biləcəyik, mən buna əminəm. Aytəkin öz missiyasını super yerinə yetirəcək, mən də öz missiyamı super yerinə yetirəcəm. Ona görə də biz artıq başladıq, diqqətiniz bizdə olsun. Ramin və Aytəkinlə maraqlı verilişizlə, negativi yan elə, sən pozitivə bax. Artıq səs gəlir, səsdən hiss eləyirsən də burada kim var? Burada bizim Azərbaycanın ən pozitiv DJ-yi DJ Roşka buradadır. Necədir vəziyyət burada? Biz burada da pozitivi, bax bu bizim bura yığılan insanlara səncə ötürə biləcəyik? Həmişə eləmişik, həmişə çox pozitiv olmuşuq. Bu dəfə də əla olacaq, super olacaq. Deyirəm Ramin, deyəsən biz qonağımızı çox axtarmalı olacağıq. Bura uşaq geyimləridir. Burada Aksana ola bilməz. Aksananın uşağı yoxdur. Ona görə Aksananı yəni biz axtarıb tapa bilərik. Məncə burada axtarıb tapa bilərik. Çünki burada görürsünüz ki, geyimlərdir. Negativi yan elə, sən pozitivə bax. Sən eləncə axtarırsan, sən elə bizim adamsan. Papa pozitivə bax, papa pozitiv ol. Sən eləncə axtar. Ramin, deyim ki, bu cür populyar xanım, Hindistanı, bütün dünyanı gəzmiş xanımdır. Və cəmaatın reaksiyaları necə olur Aksananı görəndə? İşıq saça bilirsən onlara? Cəmaatın reaksiyası hamıya deməli gülər üzlə salamlaşırıq. Bilmirəm, tanıyırlar yoxsa yox, onu mən deyə bilmərəm, amma normal. Hindistandan alıb gətirərsən yəqin ki, belə deyil. Orada məkanıdır. Sən bilərsən ki, məndə ümumiyyətlə nə qədərdir bunlardan. Yenə də gözüm doymur. Gözüm doymur qardaş. Pullarım hamısı buna gedir. Burada sizin geyim tərzinizə uyğun nə var? Gəlin bir yerdə gedək, baxaq. Daha çox sport üslubunda xoşlayıram. Amma belə deyə də ziyafət, ki, gecə ziyafətləri falan və yaxud harasa bir... Ramin. Mənim deməli, yaya uyğun güllü paltarlar xoşuma gəldi, məsələn. Elə bizim adamsan. Papa pozitivə bax, papa pozitiv ol.
Geyimdən necə? İnsanlara bu əhvalı geyimlə götürmək olur da. Geyiminə görə qarşılayırlar, ağılına görə yola salırlar. Həqiqətən də elə bir şey var, həqiqətən də var. Çünki mən nə demək istəyirəm? Məsələn, insanlar olur ki, tutalım ki, yəni ki, hər insan özünə görə gözəldir. Amma elə o insanlar olur ki, belə deyək də, lap gözəl deyirlər, amma geyiminə görə, özünə baxmağına görə insan baxır və cəlbedici olur da. Yəni gözəlliyi yox, geyim gözəlliyi ilə. Gözəllik olmursa 9-u Don. Sağ ol. Ona görə də onu düz deyib atalar. Pozitivə pozitiv ol. Baxışlayın, nəyisə almadan çıxırsınız? Nəyisə almadan çıxırsınız deyirəm, getmək fikriniz var. Biri var ki, nəyisə almadan çıxır, biri var deyək ki, bəlkə bizə bir hədiyyə bağışlayaq çıxasın. İştahası yaxşıdır Aksana. Demək istəyirəm, yəni mağazam neçə saatdır mən baxırdı Aksana xanım. Bir şey bəyənmədim mağazamızda. Sənin kimi PR menecerləri olsa bu mağazanın, bu mağaza batar. Niyə ki? Siz təbəssüm saçarsınız. Almırsınız, canınız sağ olsun. Almayın, heç də almayın. Gələn dəfə alarsınız, saçırsınız. Deməli, Aksana xanım bundan nəsə almalıdır. Onlar gedir, sizdə də bir şey yoxdur, ciddi deyirəm. Ramil və Aytəkinlə. Deməli, Aksana bura gəlibsə, şərtdir ki, buradan nəsə almaq lazımdır. Deməli, hər mağazinin öz şərti vardır. Yəqin bu mağazində də belə şərtdir. Bəlkə istəyirlər ki, siz burada nəsə alasınız, onları sabah desinlər ki, bəs Aksana Rəsulova gəldi, bizdən aldı bujuteriyanı. Sabah gəlim sizdə nəsə alaram. Olar elə? Olar mı? Hə bax, mən də yola verirəm də. Sabah mən gələrəm, nəsə alaram. Allah'sa olmadı uşaqlar. Orada mən uşaq gözləyir. Mən gedirəm o yanına. Gəlin bura, gəl bura, getməyin. Sən elə bizim adamsan. Pozitivə pozitiv ol. Sən eləncə axtarışında, evdə ya da ki maşında. Adın nədir sənin? Deyən. Blah, nə? Hə, tədməz var. Nikoya. Azərbaycanca danışa bilirsən? Bəli. Bəli, yaxşı hər şey, Niko. Aksana xanımı tanıyırsan? Yox. Burada Azərbaycan çempionu var, Niko. O bizim üçün nəsə maraqlı bir şou göstərəcək, beatbox. Buyur. Aksana xanım Azərbaycanda ən güclü rəqqasələrdən biridir. Hansı ki, indiski. Tanıdınız, yadıma düşdü. Ha, bu nədir? Baxın. Niyə maraqlıdır o? Niyə? Maraqlıdır. Baxın, orijinal, super. Bəli, mən dəstəkləyirəm. Yəni bu gəncin bu stilidir, imicidir. Ona görə bəyənirəm, dəstəkləyirəm və Aksana xanımın telefonunun arxasıdır. Baxın. Ay, nə maraqlıdır, çox maraqlıdır. Bax, Aksana budur. O deyil, ha budur. Bildin? Artıq biz tanıtdıq da, Aksananı tanımış oldu. Bəli, Aksananı Niko tanıdırsa, deməli Aksananı artıq tanıyacaqlar. Niko, mənə də tanı da qurban olun. Roşka, sən bu qardaşı yaxşı tapdın ha. Gəldi özü yaxınlaşdı ki, mən beatbox üzrə Azərbaycan çempionuyam və istəyərdim ki, bəs mənim çəkişləri göstərsinlər. Düzə, mən Allah super. Super, həqiqətən də super. Belə istedadlı gəncləri pozitiv olaraq çəkib sizə göstərmək və onların pozitivini sizə ötürmək bizim üçün bir şərəfdir. Niko, bax burada bir dənə də qaqaş peyda oldu. Deyir ki, mən də bacaram, beatbox sözdə super bacaram. Bizim Aytəkin xanım onu tapıb. Aytəkin haradadır? Get onu gətir bura, getir bura. Siz nə edirdiniz? Bacarırsınız beatboxu? Həvəskaram. Həvəskarıdır. Gəl gedək onda Nikoya qoşulun. Gəl. Bizim adamsan. Pozitivə pozitiv. Sən də bacarsan? Üçüncü. Gəl bura, gəl. Kameraya. Bəli, başla. Aksana, sən belə başladı. Yes. Bravo!
Çox sağ olun. Gəlin bura zəhmət olmasa. Adın necə oldu sənin? Rasul, ancaq rəqəbim Ra. Rəsul Raf. Sən adın necə oldu dostum? İdris. İdris. Baxsana. Niko, İdris, Ra, Rəsul. Sən ən çox hansını bəyəndin? Belə deyək də. Belə şablon cümlələri qurar. Həqiqətən də. Üçü də gözəl idi, üçü də super idi. Üçünə də mən baxdım, heyran oldum. Ay, siz o dubu elədiniz, mən kövrəldim orada. Ay, yəni bu belə yox. Amma onların içindən biri məncə daha professional idi. Daha, belə deyək də, millətin ürəyincə idi. Bilirsən, üçü də yaxşı idi həqiqətən də uşaqlar. Vallahi mən biraz bu belə deyə. Yox, yəni başım çıxmadı dəqiqə. Mən elə bir adam seçə bilərəm ki, cəmaət elə başa düşər ki, bu niyə belə elədi ki? Hamı burada yaxşıdır. Məsələn, çox xoşuma gəldi sizin ifanız çox xoşuma gəldi. Amma mən bilirsən kimi seçəcəm? Mən Rəsulu seçəcəm. Çünki Rəsulova. Maşallah Ramin, hər üçü çox gözəl, yəni bir qeyri-adi bir ifa deyərdim, tərz deyərdim. Bilmirəm, bir-birlərindən nə dedilər, amma çox maraqlı idi. Uşaqları yola salaq. Biz bir missiyanı yerinə yetirdik, bir qrup yaratdıq. Çox sağ olun uşaqlar, təşəkkür edirəm sizə. Pozitivə bax, pozitiv ol. Sən eləncə axtarırsan, sən elə bizim adamsan. Raminin əlində hazırda maraqlı bir şlyapa var. İndi soruşacağım özündən görüm bu nə məsələdir. Ramin, bu nədir? Amma bu bilsiz nədir? Bu... Kirpi zat çıxar orada. Bəli. Birazdan burada möhtəşəm bir illüziya şousu baş tutacaq və təbii ki, bunu təşkil etməkdə ən birinci məqsədimiz odur ki, bizim qonağımızın vasitəsilə bizim tamaşaçılarımıza pozitiv enerjini ötürə bilək və görək o səni təəccübləndirə biləcəkmi? Aksana öz rəqsləri ilə insanları təəccübləndirir. İndi bugün istəyirik ki, biz həm səni təəccübləndirək, həm də bizi izləyən tamaşaçıları təəccübləndirək və onların əhvalını xoş edək. Mən deməli çox belə deyək, fokusçuları televiziyada da izləmişəm, belə deyək, onların şovlarında da olmuşam. Düşünürəm ki, yəqin ki, mən bir fokusnik olaraq məni təbii ki, təəccübləndirməlidir. Mən bilirəm ki, Elmar İbrahimov şounu yarada biləcək. Sən eləncə axtarırsan, sən elə bizim adamsan. Pozitivə bax, pozitiv ol. Görək sizi təəccübləndirə bilirəmmi? Çox çətindir təəccübləndirmək. İndiki zamanda mən yenə deyirəm, fokusdan əyləncəli ikinci bir əyləncə ola bilməli. Çünki həm burada tapmaca var, həm crossword var, həm lətifə var. Aytəkin xanım, çox sağ olun ki, siz də məndən ara sıra istifadə edirsiniz. Yəni, buradan hindi rəqsi çıxa bilərmi bunun üstündən, hindi rəqsi? Amma sonda eləyəcəksiniz, sonda. Siz bunu partladın bir daha, partladın. Ay Elmar müəllim, o hardan çıxdı? Yəni şarın içindən hər şey, mənim sehirli şarımdır, hər şey onun içərisindən çıxmayacaq. Hardan bildiniz heyvan? Gəlin, mən eləyim, mən qorxmuram. Aksana, al öldür onu. Alergiya var. Mən içində yoxdur, içində heç şey yoxdur. Yaxşı, səndə qalsın. Saçımı da qırıq gəliblər. Neçə də ürək var, sayırıq uşaqlar. Sayırıq. 1, 2, 3, 4. Bunu şəxsən siz Elmar müəllim Aksana xanıma təqdim eləyir. Fürsətdən istifadə. Mənim sehirli bir qutum var, yəni istəsə Aksana xanıma hədiyyə verərəm bunu. İstəyirsən Aksana? Hədiyyə verərəm. Yəni əlimdən belə seyirləyəcəksiniz. Məsələn, xanımlar həmişə deyir burada, nə bilim, nə olsun, meyvə olsun, nə bilim, xanımlar nə istəyir? Tutaq ki, gül olsun, nə isə. Mən istəyərəm gül olsun. Gül olsun. Gülləri atırıq bura, diqqətli olun. Aytəkin xanımın əlində
qeyri-adi bir qüvvə var, xəbəriniz var. Bax, diqqət ol. 1, 2, 3. Rəqs eləyə bilirsən Hind rəqsi? Xeyr. Sən necə rəqs eləyə bilirsən? Bəli. Aha, Rabini tapıldı. Hörmətli tamaşaçılar, biz artıq tapdıq deyəsən. Leyla, sənin geyimin yoxdur təsadüfən üstündə? Var. Sən deməli rəqsdən gəlirmiş yəqin. Sən rəqsdən gəlirsən? Sən rəqsdən gəlirsən? Bəlkə Leyla geyinsin geyimini. Hə, geyinsin. Hansı yaşında aç pozitivə bax. İndi elə bir rəqs göstərəcəyik ki sənə, sən rəqs eləməsən də. Bax, biz buraya yığışan insanlara əsl Hind rəqsini göstərəcəyik. Xanımlar və cənablar, Aksana xanım rəqs eləsin. Əgər hə deyirsinizsə bir yaxşı alqış gəlsin. Bu bilirsiniz nə deməkdir Aksana xanım? Bəli. Xoş deyiləm, Aksana Rəsulun meydanda. Bravo! Əziz tamaşaçılar, mən hələ belə pozitiv görməmişəm. Hə, Rami? Hörmətli tamaşaçılar, mən hal-hazırda şokdayam. Mən danışmaq istəmirəm, yaxşı bir siz baxın. Sən şokdan çıxardın. Bravo!
Necədir vəziyyət? Sürprizimiz hələ bitmir. Bitmədi. Aksarı sənə başqa bir sürprizimiz var. Ona görə biz burada artıq sağollaşmaq istəyirik. Çünki sənin üçün super bir sürpriz hazırlamışıq. Gedirik ora. Bizimlə yenə də Azərbaycanın bir nömrəli pozitiv DJ Roşka idi və Roşkanın yanında da onun köməkçisi var. Dostu var, adı nədir? Qurami. DJ Qurami də bizimlədir. Yəni onu da qeyd eləmək istəyirik və biz artıq sizlə bu məkanda sağollaşmaq istəyirik. Hələlik. Biz burada nə edirik? Biz bura siz nəyə gəlmişik, mənim əzizlərim? Mən əminəm ki, bu vaxta qədər bizim verilişi izləyənlər pozitiv enerjiyə artıq yükləniblər, doyublar. Amma biz sizə belə deyək də, doymağınıza imkan yaratmırıq. Sizi pozitiv azgözü etmək istəyirik. Azgöz olun pozitivə, azgöz olun, doymayın pozitivdən. Amma hörmətli tamaşaçılar, birazdan həyəcan dolu bir pozitiv yaşayacağıq. Uzatmırıq, diqqətiniz bizdə olsun. Heyecanlısan? Heyecanlıyım nəyə görə? Çünki konkidə mən şey elə bilmirəm də, yəni özümü tuta bilmirəm. Hörmətli tamaşaçılar, bugün biz burada yıxıla da bilərik, sürüşə də bilərik. Elə isə hər şeyə hazır olmaq lazımdır. Heyecan dolu anlar başlayır. Aksana hazırsan? Mən hazıram, amma ki yıxılacağım. Yıxılacaq. Sağ ayaqla gir, sağ ayaqla gir. Pitbox var bu. Bədənin pitboxu. Ha, kızın eline tutma ha. Qeyd edeyim ki, artıq mənim həmkarım Ramin bu imtahandan pis çıxmadı, yaxşı çıxdı deyəsən. Amma mən hələ də öyrənə bilmədim. Pozitiv olmaq lazımdır, pozitiv. Sən kim yıxdı, özün yıxıldın, Ramin yıxdı. Məncə məni Ramin qəsdən yıxdı. Ramin sən məni qəsdən yıxdı. Ramin və Aytəkinlə maraqlı verilişizlə negativi yanı. Bəşiro, ömründə belə bir pozitiv görmüşsün, hə? Mənim əzizlərim, yıxılmadıq, ayaqdayıq. Dərslərimizlə başlayaq. Yəni dərdimiz yoxdur doğrudan. Burada pozitiv enerji özümüzlə aldıq biz aparıcılar olaraq və səhv eləmirəmsə sən də pozitiv enerji aldın. Necə əhvalın necədir? Əhvalım sən gördüyündə mən gələndə verilişə biraz halım belə bir təhər idi. Amma hər bir təhər idi, hər. Bura gələndə aslan bundan idi. Belə. Amma həqiqətən də pozitiv oldu. Çox bu düşünürəm ki, ən maraqlısı hələ bax bu məkan oldu. Sizin sürpriziniz çox xoşuma gəldi. Sən yıxılmadın yoxsa? Ya mən yıxılmadım. Və hörmətli tamaşaçılar, onu deyirəm ki, biz bu günləri pozitiv dolu anlar yaşadıq. Bizə baxıb əgər həsəd aparırsınızsa, bizim yerimizdə olmaq istəyirsinizsə, Megafona gəlin, şəhərin mərkəzindədir, gözəl məkandır. Pozitivizm, sağ olun. Sən eləncə axtarırsan, sən elə bizim adamsan. Pozitivə pozitiv ol. Sən eləncə axtarışında, evdə ya da ki maşında, fərqi yox hansı yaşında, aç pozitivə bax. Ramin və Aytəkinlə maraqlı verilişizlə negativi yanı.